Nəysə, əziz dostlar, indi mən sizə müstəqilliklə bağlı danışdım. Rusiya, rus dili bu müzakirələr gedir və bu günlərdə indi mən düzdür, vaxt olacaq, təqdirdə çalışacağam Şəmsi müəllimi də efirə qoşam. İndi bugün bizim o ekspertlərdən biri də açıqlama verib ki, kim qiymət ala bilmirsə və kəsilirsə sertifikasiyadan rayonlara, kəndlərə göndərin, orada dərs desin. Görün, rayon və kəndləri də bu ekspert necə aşağılayır, əziz dostlar. Əslində bu mövzuya da toxunacaq. Və yeri gəlirkən, əziz dostlar, buradan elan edim ki, sabah 15:00-da Murovdağ hadisələri ilə bağlı polkovnik leytenant İbrahim Rəsmli və digər polkovniklər efirə qoşulacaq. Çox xahiş edirəm, sabah 15:00-da bizi izləyərsiniz. Və dostlar, Elman Nəsirovla Sərdar Cəlaloğlu o debatı sizə mən təqdim edirəm, dostlar. Baxın. Azərbaycan-Rusiya münasibəti necə olur? Azərbaycan-Rusiya münasibətləri ilə bağlı danışır. Çox xahiş edirəm, diqqətlə izləyin. Bir sualıma cavab ver. Sual verirəm sənə. Tarazlaşdırıcı siyasət aparılıb ya son 30 ildə? Bizim ümumiyyətlə siyasətimiz Ulu Öndər Heydər Əliyev. Konkret cavab ver. Deyirəm, konkret cavab ver. Son 30 ildə Azərbaycan-Rusiya ilə tarazlaşdırıcı siyasət aparıb ya yox? Balanslı deyil. Balanslı. Nerede bizim ərazilər işğaldan azad olmurdu 30 ildir? Eğer sen Rusya'ya üz gönderdiyine göre Gürcistan arazileri işgal oldu, Ermənistan böyle oldu. Değilsen de bir de kulak var, bir de kulak var. Ayçi cemaate Allah, Ayçi sen milyon yıl hazırlasan, Argentina Malvin adaları 100 yılda hazırlayacak ama alabilirdi, 10 yılda Malvin edeyim. Çin gibi bir devlet Tayvan'ı alabilmez. Siz bizim bu tarihi zəfərimize... Kulak az, Ayçi demagogi eleme, demagogi eleme. Görürsünüz, Elman Nəsirov Sərdar Cəlalovuna deyir ki, tarixi zəfərimizə kölgə salırsınız və Sərdar Cəlalov da deyir ki, demagogluq eləmə. İndi diqqətlə davam edirəm, dinləyin. Eğer sen burada Rusya'nın biz önce dostuz ki kim Rusya'ya üz döner arazi itirip. Öyle birinci Rusya bizi en büyük yanında olanların kazansın. Ben dedim müqayisə edin. Senin garbi yanında olan kazancı ilde milyardlarla dolar devlet bütçesine pul gelmez. Bunun arasında kazanırsın. Rusya'dan ne gelirsen? Onların bize ihtiyacı vardı, bizim niyetimize. Kişi, adam zalim. Biz sakın olmaz ama. Kulak acayip çağırsan sandı. Burada Rusya sak görür. Burada bilsen tamaşasını aldatma olmaz. Sen Allah'ım, sen değilsen ki o mevzunun yaladır. Avrupa İttifaqını mən son davranışını sizə göstərdim ki, siz elə tamaşasında fikir formalaşmasın ki, Avropa İttifaqı Birləşmiş Krallık mələkdir. Kim bu Amerika'dan ve Avrupa'dan danıştı? Yani biz kim danıştı? Bayaqdan biz Rusya-Azərbaycan münasibətini danışırıq. Sənin beynində hazırsan da ki, Amerika'ya Avropa hücum edəcəksən. Elə öz həqiqəti söylüyorlar. Danışırıq. Biz Amerika ve Avropa niye gördün? Alternatif bir dakika. Elvana bir dakika. Hakim Faysal Bəyərdə Rusya'ya bağlı İngilizcəsini söylədi. Azərbaycanın gidip ki, reallığı söylədi. Sen İlham Əliyevin partisini temsil etsen, değil mi? İlham Əliyev ne dedi? Bize dedi ne şey lazım. Bizim Türk devletler bir ailemiz var. Şimdi burada ne boş boş danışırsan. Rusya böyle geldi böyle. Niye sen prezidentin mövqeyini müdafaa eləmirsən? Dedi ki bizim bir tane Türk ailemiz var. Biz o aileni güçlendirmeliyiz. Bak Japonya Türk Devletler Birliği'ne girmek istiyor. Mongolistan girmek istiyor. Kore'ye girmek istiyor. Kardeşim Türk Devletler Birliği mahsus dövrdə nəyi bir geopolitik gücə Sizin danışdıqlarınız əslində mənim danışlarımın təsdiqidir. Xeyr, mən heç vaxt sənin dedim təsdiq eləmərəm. Mən çıxışımda qeyd elədim ki, reallığı qeyd elədim. Rusiyanın atdığı bu addımların Azərbaycanın strateji maraqlarına ziddir və dedim, Rusun öz maraqlarına da ziddir. Və bunu faktlarını söylədim. Sən niyə Rusun elə çox istəyirsən axı? Rus öz marağına zidd olan addım atar ağlınca. Sən də Rusda ağlı yox. Bilirsiniz ki, orada 90'lar hər biri... Yox, sən hamıdan ağıllısan. Çox ağıllı idilər, müharibədən başlamazlar. O cizlərin strateji müttəfiq verirsən. O başdan xarab alkoholiklə necə strateji müttəfiq verirsən?
Dövlət siyasət deyilən bir şey var. Dövlət siyasət deyilən bir şey var. Bakın, O hissəsini düz deyir ki, yeri gəlmişkən düz deyir ki, bəli, həqiqətdir. Azərbaycanın bu dünyada bizim üçün prioritet istiqamət, bunu cənab prezident müəyyən edib. Bu Türk Dövlətlər Təşkilatıdır. 1,5 trilyon ümumi daxili məhsul olan 170 milyonlu 200 milyona yaxınlaşmış bir dövlətlərdir. Biz bəli, o bizim üçün ana xətti, prioritet xətti, biz Türk ailəsi, amma eyni zamanda biz onun fərqindəyik ki, bu regionda nə qədər gözləri var, diqqətləri var, burada nə qədər maraqlar toqquşur. Bu reallıqda düzgün siyasət, müdrik siyasət, o da bu günləri Azərbaycan dövləti və iqtidarı həyata keçirir. son 30 il. İndi dostlar baxın, bu Rusiya ilə bağlı müzakirələrdir və davam edirəm, yenə də davam edirəm. Baxaq görək hansı düzdür. Bəlkə həqiqətən də Elman Nəsirov o qədər tənqid etmişik. Bəlkə həqiqətən də Elman Nəsirov günahı yoxdur. Amma görürsünüz, qələbə ilə şantaj edir Sərdar Cəlaloğlunu və Sərdar müəllim ona xatırladan ki, əksi, cənab prezident deyir ki, bizim yolumuz Türk dünyasıdır, Türkiyə, Türk dünyası. Bunu xatırladandan sonra birdən ayrılır Elman Nəsirov, deyir ki, hə, demək sən düz deyirsən. Aha, baxın. Sözümü kəlim. Bax ki, Azərbaycanda nə başlayır? Bəzi adam... Bax. İcazə verin, bir səsini sözümü kəlim. Bax ki, Azərbaycanda nə başlayır? Bəzi adamlar Rus sektorunda Azərbaycan dilində tarix dərsini demənin əleyhinə üsyan qaldırır. Nə deməkdir o? Biz deyirik ki, Rus təsiri ləğv olmalıdır. Bu Azərbaycan konstitusiyası bir cinayətdir. Bu dövlət məmurlarının Rus təsirinin təşkil eləməsi bir cinayət, dövlət cinayəti. Dünyanın heç bir ölkədə belə bir şey yoxdur ki, dövlət dilindən kənar başqa bir yad adamın dilində sən dövlət hesabına məktəb atır. İndi gör bu Rus dillilər Azərbaycanda, Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyi nə qədər zidd mövqe tutur ki, Rus məktəbində tarix dərsini, Azərbaycan tarixini Azərbaycan dilində deyir. Qalxırlar Rusya nə deyirlər ki, yox, bunlar hamısı Rus dilində olmalı. Halbuki dünyanın əksər ölkələrində Rus dilli başqa bir dildə tədrisin bəzi məqamlarında açıq şəkildə öz doğma dillərində aparır. Çünki niyə? Rus sektorunda deyəcək bəhanələr nədir? Bu Rus sektorunda oxuyan uşaqlar Azərbaycan dilini bilmir. Sən necə Azərbaycan vətəndaşısan ki, Azərbaycan dilini bilmirsən. Sənin uşağın Azərbaycan dilini bilmir, ödənsə mən Azərbaycan vətəndaşıyam. Azərbaycandan sosial təminat alırsan, iş yeri alırsan, təhlükəsiz alırsan, onu isə təhsil alırsan, hər şey deyirsən, amma dilini bilmirsən. Özdə sən Azərbaycanlısan. Baxın, Azərbaycanda Rus dillilərin gör nə dərəcədə köksü alır ki, Rusiyanın Azərbaycana qarşı təzyiqinə daxildə bir təzyiq təşkil edir. Azərbaycan dilini hər bir Azərbaycanlı mükəmməl bilməlidir, eyni zamanda. Onu mənə niyə deyir ki, təhsil nazirliyidir? Məsələ qaldırırlar ki, ona görə Azərbaycan dilində tarix dərsi qadağan olunmalıdır ki, məktəbdəki uşaqlar Azərbaycan dilini bilmir. Bax, indi sizlə kimlər ola bilsin ki, küçədə bu söhbəti kimlə eləsə razılaşar. Məhkəmətdən müzakirə gedir, yüzlərdən ekstra çıxır. Amma mən sizə söyləyirəm ki, danışma kimsə yaxınlaşıb sizdən bunu bir... Ay qardaşım, deyirəm mətbuatda ekspertlər Təhsil Nazirliyinin nümayəndələri mövqe bildirir. Sən xəbərin yoxdur. Sənin bu xəbərin var bu məsələ. İndi mən başqa şey istəyirəm. Siz indi bu Rus sektoruna qəbul vaxtı, baxın görün orada nə qədər valideyn narazı qalır ki, mənim uşağım... Gəlin gedək. Bax, əslində əziz dostlar, Elman Nəsirov bunu düz deyir də. Nə qədər valideynlər deyir ki, mənim övladım Rus dilli, Rus bölməsində oxusun. Baxın, aha. Düzmü əziz dostlar? Bunu düz deyir də, Elman Nəsirov bunu düz deyir. Bax, indi bunun günahı kimdədir? Baxın. Valideynlər yox, baxa ki, hansı... Sən maskalanmaya biz bilirik ki, Rus sektoruna uşaqları hansı yollar, hansı dövlət orqanları rəsmi şəkildə göndərir. Amma mən sizə bir şey deyim. Rusiyanın nəzarətində olan nazirlər, komitəli sədrlər hamısı öz işçilərinə, tabi içində olanlar belə, fəylələr belə bilgi alır. Siz necə baxırsınız? Uşaq ana dili mükəmməl bilir. Evdə valideynlər Azərbaycanca danışırlar. Amma uşaq da Rus sektorunda oxuyub, Rusu da mükəmməl bilir. Buna necə baxırsınız? Çox pis. Valideynlər evdə Azərbaycanca sən belə bəzən deyirsən, mən elminə doktoruyam, alimə, institutda
Sən bilmirsən ki, dilin funksiyası nədən ibarətdir? Dil birinci növbədə düşüncə forması, alətidir. Hansı adam, hansı dildə düşünürsə, o xalqın nümayəndəsidir. Başa düşürsən? Bizim bu gün mən sizin verilişinizdə... Öyle söhbət Rus dildə təhsildən gelir, Rus dili bilməkdən gelir. Mənim nəvəm mükəmməl ingilis də bilir, Azərbaycan sektorunda oxuyur. Bacımın nəvəsi Amerikada oxuyur ingilis dilində, amma Xırdalanında orta məktəbdə Azərbaycan dilində. Bu başqa məsələ, bilir var ki, bu uşağa sən başqa bir dildə, başqa xalqın tarixini öyrənsən, coğrafiya öyrənsən, dövlət siyasətini həyata keçirsən. Başa düşürsən? O başqa şeydir. Hadi o şeydən danışırsan. O şeydən danışırsan. İndi sən millət vəkilisən. Sən millət vəkili çıxıb mövqeyi bildirdin ki, bu nə deməkdir? Necə deyirsən ki, Rus dilində oxuyan uşaqlar Azərbaycan dilində bir kəlmə bilmir deyər, onlara Azərbaycan dilində dərs keçməmək. Necə bu nə eləmirsən? Amma mənim mövqeyim budur ki, əgər evdə uşaq, valideynlərin Azərbaycan danışır, bu dil, ana dilini mükəmməl bilir, həm də Rus sektorunda oxuyur, Rus dilində mükəmməl bilir. Əladır. Əladır, amma gör də indi bu deyir ki, mənim uşağım Azərbaycan dilini bilmədiyinə görə Azərbaycan dilini tarix keçmə. Yox, o yanaşma yanlışdır. Yanaşma yanlışdır, sən millət vəkilisən, sən dövlətin bilavasitə strateji məsələsi deyil, təhsil. 4 dənə, 5 dənə təhlükəsizlik orqanı var, dövlət təhlükəsizlik orqanı. Onun bir də məktəbdir. Bu məktəb... Səsini kes, sözümü kes. Bax gör, Azərbaycanda nə var? Bax, əziz dostlar, millət vəkilləri görün, nədən danış? Bax, yenə də deyirəm, əziz dostlar, bax, bu günləri mən nədən danışmaq istəyirdim? Bugün elm günündə Azərbaycan elminin vəziyyətindən danışmaq istəyirdim. Bir deputatla danışmaq, bir açıqlama almaq. Yox, bax, deputatlar da, indi bundan əvvəlki dəqiqələr görürüz, Aqil Abbasla, demək, Tahir Rızayevin açıqlaması var. 13 yaşlı Ağcabəddə hansısa bir qızın hamilə qalması ilə bağlı deputatlar, bax, bu mövzulara candılar. Amma deputatlar denə ki, məsələn, bugün elm günüdür, elmi nailiyyətlərin qiymətləndirilməsi və cəmiyyətin maarifləndirilməsi baxımından bugünün mühüm əhəmiyyət kəsb etməyindən danışaq. İnkişaf etməkdə olan ölkələrdən gözlərini döyəcəklər. Deputatı danışmadı, quzunun ətindən danışsın, dananın ətindən danışsın, nə bilim, kartofun bahalaşmasından, bunlar xəstədir, vallah bunlar xəstədir, bunlar kitab oxumurlar, hamıdan söhbət getmir, dostlar, az miqdarda var, az sayda. Deyirəm də, 1, 2, 3, 4, 5, yavaş-yavaş 10-a qədər sayırsan, artıq error verir, yoxdur və indi, əziz dostlar, davam edirəm, yenə davam edirəm, görək, bunların debatı dəyişməsi olacaq və tamaşaçılardan efirə qoşulacaq. Baxın, dostlar. Səsini kes, sözümü kes. Bax gör, Azərbaycanda nə başlayır. Bəzi adamlar Rus sektorunda Azərbaycan dilində tarix dərsini demək əleyhinə... Buna yəqin ki, baxdınız, dostlar. Azərbaycan sektoru ilə bağlı və Rus sektoru ilə bağlı, bəli, müzakirələr davam edir. İndi 6 milyon qoyunu var. 20 bundan qabaq. İndi Sərdar Cəlaloğlu'nun Rusiya mövzusunda, əziz tamaşaçılar, mən həmişə deyirəm, Rusiya ilə bağlı düşmən olmayaq. Rusiya ilə qonşuyuq. Qonşu kimi əlaqə saxlamalıyıq. İndi strateji, müttəfiqlik filan oraya yaxşı, müttəfiqsən. Amma sən gəlib burada nə isə deyə bilməzsən ki, xarici diplomatiyada bunu et, filan mövqe. Mən müstəqiləm, özüm bilərəm. Yəni, mən müstəqil dövlət kimi öz milli maraqlarımı önə çəkilməliyəm və vətəndaşlara bunu izah etmək lazımdır. Amma qonşu kimi, bəli, Rusiya ilə əlaqə saxlamaq lazımdır. Rusiya, amma biraz bilsən ətərdir, Rusiya və əslində reallıq da budur ki, sanki biz düşünürük ki, Rusiya olmasa biz ac qalarıq. Reallıq odur. Yəni, bugün milyonlar Rusiyadan gəlir. Açıq deyirəm. Baxın, Azərbaycanda varmı? İş yerləri varmı? Azərbaycan 30 ildə ən böyük itirdiyi kifayət qədər iş yerlərinin burada
açılması ilə bağlı vaxt itkisi. Bax, bu Azərbaycan dövlətinin ən böyük problemlərindən biridir. Əslində reallıq budur. 1 milyon oradan vətəndaş gəlsə, nə edirsən? Sən onu burada işlə təmin edə bilərsənmi? Xeyr. Kimsə durub deyər, bəli, amma mən deyirəm, xeyr. Və əsaslandırıram. Niyə biz elə zəmin yaratmalıyıq ki, Rusiya olmasa acımızdan ölərik? Niyə biz dövlət, iqtidar, məmurlar, niyə bu prototipi darmadağın etmir? Niyə buradan elan etmir ki, gəlin, minlərlə adam gəlsin, milyonlar gəlsin, mən burada iş yerləri var və təmin edəcəm. Amma çox təəssüf olsun ki, Rusiyadan hələ çox asılığımız var. Davam edirəm, əziz dostlar. Onda Azərbaycanda və təyyarə vurmuşdular. Azərbaycanla Rusiya arasında nəsə bir problem var idi. Bu nə deməkdir? Siz bilirsiniz və yaxud da məsələn... Demək, bu reaksiya TV açıqlaması dostlar. Orden alan Azərbaycanlılar, onlar niyə adın çəkmişsiniz ki, bunlar hansı torpaqları... Sərdar Cəlaloğlu orden və medal alan Azərbaycanlıların, Rusiyadan orden və medal alan Azərbaycanlılardan danışır Reaksiya TV-nin efirində. Çox ciddi mövzudur dostlar. Və Rusiya torpaqlarının qorunmasından ötürü Azərbaycanlılar medal alır. Putin və yaxud da ki, digər qubernatorlar tərəfindən Azərbaycanlıların sinəsinə medal taxırlar. Rusiyanın hansı torpaqların bunlar qoruyub ki, baxın, çox ciddi mövzudur, aziz dostlar, diqqətlə qulaq alsın. Müdafiə ediblər, Rusiyanın hansı torpaqlarını əldə etməkdə, qorumaqda, ordenin təyinatı belədir, Zahir bəy. Rusiya torpaqlarının qorunmasında göstərdiyi xüsus. Onların biri məsələn bizim baş nazirin müavinidir. Əyyubovdur nədir? Əyyubdur nədir? Baş nazirin müavini. Yaqub Əyyubov. Biri, nə bilim, deputatdır. Biri prezident olaraq və hamısında sinəsində Rus torpaqlarını müdafiə elədiyinə, qoruduğuna görə Putin tərəfindən medallar verir. Sən nədən danışırsan? Mən bir dəfə deyim ki, bu Ramiz Mehdi necə ola bilər ki, neçə il Azərbaycanda vəzifədə oldu, bir dəfə Türkiyə səfər eləmədi. Bir dəfə Avropa ölkələrinə səfər eləmədi. Amma gündə bir dəfə gedirdi, Rusiyaya gəlirdi. Bax, bu şəbəkənin rəhbəri həqiqətən odur. Bu Əziz dostlar, siz yayımı mütləq bəyənib, hətta dövlətin təhlükəsizlik xidmətində belə Rusiyanın agentləri var, Rusiya işləyən adamlar var. Nə danışırlar? Biz bilmirik ki, Azərbaycanda kimdir. Ona görə bu cür məlumatları, özü Qafqaz, kim yazdı bunu? Sayt yaydı. Yox, saytı deyirəm, Qafqaz info yazdı. Aydın məsələdir, kimi müdafiə eləmək istəyirlər, kimi istəyirlər ki, diqqətdən kənarda qalsın. Qardaşım, mən bir dəfə demişim, Azərbaycanda uzun müddət vəzifədə qalan adamlar hamısı araşdırılmalıdır. Bu adamları hakimiyyətə... Mətbuat orqanlarının burada bir günahı yoxdur. Sən adın çəkdin, mən ona görə bildim. Yəni, məlumat gəlibsə, mən də oxudum onu. Ona görə də Azərbaycanda bu Rusiyanın təsir agentləri o heç. Bu kimlərdir? Müəllimlərdir, artistlərdir, bu Bəhram kimi xevinşiklərdir, nə bilim, bunlar təsir agentidir. Biri var, rəsmi agent maaş alır, tapşırıq edir. Bir də var ki, Rus sevgisi, Rus məhəbbəti, Rus dilindən sevgi, Rus ədəbiyyatından sevgi, bu cürə bir mövqü ortalığa qoyan, bunlara elmidə təsir agentidir. Yəni, bu adamlar agent deyirlər, amma tutaq ki, başqa bir dövlətin maraqlarını müdafiə edir. Məsələn, biz qaldırırıq ki, Rus məktəbləri bağlanmalı, görün Azərbaycanda nə qədər adam Rus məktəblərini müdafiə edir. Bu Musavat qəzetini açın, baxın, orada hətta bir rəs oxusu getirirlər, 3 nəfər cəmsi orada rəs oxusunu verir, biri deyir, bağlansın, ikisi də yox, bağlanmaz. Buradan da belə çıxır ki, Azərbaycanda əhalinin böyük əksəriyyəti Rus məktəblərin bağlanmasını əleyhinədir. Halbuki, bəlkə də o rəs oxusuna baxsan, orada 10 nəfər deyib bağlansın, 2 nəfər deyib bağlanmasın. O 9-un verməyiblər, birini veriblər ki, bağlansın, ikisi də bağlanmasın, verib. Yəni, bunların hamısını biz başa düşürük ki, ictimai rəyinə necə manipulyasiyalar, rəs oxularla necə oyun düzəldirlər. Azərbaycan xalqı əgər öz övladının Rus dilində təhsilini istəyirsə, demə bu xalq deyil. Geçsin olsun Rus'da, müstəqlimizə nə ihtiyac var? Bir Roskın nə vaxt dedi ki, Heydər Əliyevin 6 milyon qoyunu var. 20 il bundan qabaq. Onda Azərbaycanda və təyyarə vurmuşdular. Azərbaycanla Rusiya arasında nəsə bir problem var idi.
Bu nə deməkdir? Siz bilirsiniz və yaxud da məsələn Rusiya torpaqlarının müdafiəsinə görə orden alan Azərbaycanlılar, onlar niyə adın çəkmişsiniz ki, bunlar hansı torpaqları müdafiə ediblər? Rusiyanın hansı torpaqlarını əldə etməkdə, qorumaqda, özdə ordenin təyinatı belədir Zahir bəy. Rusiya torpaqlarının qorunmasında göstərdiyi xüsus. Onların biri məsələn bizim baş nazirin müavinidir. Əyyub oldu nədir? Əyyub Baxırsınızmı dostlar?